İngilis dilində bir dənə qarışıq bir qrammatika var. Gəlin onu aydınlaşdıraq. A few, a little. Və bunların dördünün də tərcüməsi az deməkdir. A few-nu bir qruplaşdıraq. A little isə bir qruplaşdıraq. A few özündən sonra cəm isim istəyir. A little isə özündən sonra sayılmayan isim istəyəcək. Bəs bunların özünün arasındakı fərq nədədir? A few'dan böyükdür. Hərfi çox olan, hərfi az olandan böyükdür. Yəni, məsələn, mənim 3 dənə kitabım varsa, bu a few books'dur. Amma 2 dənə kitabım varsa, bu few books'dur. Yəni, o da azdır da, 3 kitab da azdır, 2 kitab da azdır. Amma biraz çox olan, yəni hərfi çox olanı a few-ya aid edirəm, hərfi az olanı few-ya. Bu eyni qaydada a little-a da aiddir.